deyə düşünürəm. Buyurun. Hər vaxt Cənab Nazir, buyurun. Report İnformasiya Agentliyindən Şəfiqə Nazim qızı. Sualım belə idi ki, sosial şəbəkələrdə iddialar var ki, bəzi məktəblərdə sinif rəhbərlərinə sinif otaqlarının təmiri tapşırılır və onlar öz hesabı, vəsaitlər hesabına təmin etməlidir. Buna sizin münasibətiniz necədir? Bu, düşünürəm ki, həqiqətən də bəzi məktəblərdə, bəzi sinif rəhbərləri, bəzi otaqların təmiri ilə bağlı belə tapşırıqlar alıblar. Bu qanuni deyil. Amma həmin bəzi məktəblərin, bəzi sinif rəhbərləri bununla bağlı konkret desələr hansı məktəbdə, hansı alınıb, mən sizin o adamların sualına, yəni ona bağlı ölçü götürə bilərəm. Sualıma cavabımdır. Yəni, məktəbdə müəllim gedib sinif otağını təmir eləməməlidir. Əgər özü bunu könüllü olaraq, nə bilim, hansısa məktəb olan sevgisindən eləmək istəmirsə, o ayrı mövzudur. Ola bilər də kimsə məktəbin otağını özü təmirləmək istəyir. Orada sualım yoxdur, amma məcbur edilə bilməz. Amma həmin o səmimi olaraq bəzi məktəbin, və inanmıram ki, bütün məktəblərdə, bütün sinif rəhbərləri, bu vaxt problemdir ki, bütün məktəblərdə, bütün sinif rəhbərləri məcbur oldular ki, onda bu sistematik problemdir. Amma bəzi məktəblərdə hansı ki qeyri-müəyyəndir, bəzi sinif rəhbərləri hansı qeyri-müəyyəndir, ona görə mənim də sizin sualınıza cavabım çox qeyri-müəyyən olacaq ki, o yoldaşlar müraciət eləsinlər ki, biz də ona cavab verə bilək də, müəyyən, konkret cavab verə bilək. Yaxşı, bəs həm müəllimləri çağıranda deyəndə ki, təmir eləməlisiniz. Müəllimlər hansı argumentdən çıxış eləməlidirlər ki? Qanuni deyil o. Təbii ki, qanuni deyil. Məktəb müəllim... Bəs kim təmir eləməlidir? Yəni, sinif otaqları? Yox, baxın da, yenə, burada həqiqəti bilmək istəyirsə, iki yanaşma var da. Bir var ki, məktəbin müəllimi özü bu digər məsələdə, məsələ qaldır ki, mən öz otağımı daha yaxşı görmək istəyirəm, təmir eləmək istəyirəm. Burada mən problem görmürəm. Özü öz təşəbbüsü ilə, standartı pozmursa, nə bilim, binanı sökmürsə, burada heç ümumiyyətlə problem yoxdur. Yəni, bu da tam qanuni deyil, amma bunu başa düşmək olar. Amma məktəbin direktoru, məktəbin müəlliminə deyirsə ki, sinifi təmir eləməlisən, məcbursan, o məktəbin müəllimi girir portal Eduaza, deyir ki, filan nömrəli məktəbin filan direktoru, filan kəs və yaxud filan kəs oğlu fərqi yoxdur. Mənə filan sinifi təmir eləməyə məcbur etdirir. Biz də onu oxuyuruq. Gelirik həmin məktəbə, tapırıq direktoru, deyirik ki, sən bunu niyə məcbur etdirirsən, məsəl üçün. O da yəqin deyir ki, anlaşılmazlıq olub, yəni sübut eləyə bilmirik də ki, onu deyib, çünki bu şifahi söhbət əsasında olur. Sonra siz deyirsiniz ki, niyə məktəb direktoruna cəza vermədiniz? Biz də deyirik ki, çünki məktəb direktoru izahatında yazıb ki, vallahi mən elə söz deməmişəm, yəqin özü elə başa düşüb. Sonda məktəb, bəzi məktəbin həmin o müəlliməsi o sinifi təmir etmir, çünki direktor artıq nazirliyin bir nümayəndə sonra gələndə ondan tələb etmir. Məsələ burada həllini tapır, yəni belə deyək. Sonra onların arasında düzdür, konflikt də baş verir, hansı ki, uzun müddətli vədədə yenə bizim üçün problemə çevrilir. Amma həyat da yəni, bu bizim idarə etməmizin bir hissəsidir. Belə davam. Yəni, məktəb müəllimi həqiqətən deməlidir də, hardadır bu? Yəni, etiraz eləməlidir. Deməli ki, yox, eləmirəm. Ən azı. Yaxşı.